Salam uşaqlar, məhlullara aid yeni bir tiplərə baxaq. Yeni tip dediyim, yəni topluda belə qarşımıza çıxmayıb. Amma qaydaları diqqətlə oxusaq, bunları eləmək mümkündür. Deyir ki, 560 qram 16 faizli, bax yazıram. Bizə deyir ki, 560 qram 16 faizli mis-2 sulfat məhlulu almaq üçün bunu almaq istəyirik də biz sonuçda. X qram 8 faizli mis-2 sulfat məhlulu və Y qram mis-2 sulfat vur 5H2O məhlulu lazımdır. Yəni mən bu ikisini qarışdırmalıyam ki, bunu alım. X və Y tapın. Nə edəcəyik? Deyirəm ki, birinci, bunun içində nə qədər mis-SO4 var? Bunun içində mis-SO4-ün kütləsi yazıram ki, M mis-SO4 bərabərdir 560 vur 16 böl 100. İndi gəl bunu hesablayaq da. 2'ye getsə nə qalır? 8, 2'ye getsə 5. İndi bir dənə bunu hesablayayım mən, sonra cavabını yazım. Aha, cavab eləyir 89,6 qram mis-SO4. Demək ki, biz deyirik ki, belə bir məhlul alaq ki, onun içində mis-SO4-ümüz alınan məhlulda bu qədər olsun. Və məhlulumun kütləsi 560 qram olsun. Məhlulumun kütləsi nə deməkdir? Yəni bu iki məhlulun bir yerdə kütləsi 560 olsun da yazıram ki, ikisinin bir yerdə kütləsi 560 olsun. Və bu ikisi qarışdırılandan sonra bundakı mis-SO4-ün kütləsi isə alınan mis-SO4-ün kütləsinə bərabər olmalıdır da. Alınan mis-SO4 də budur. Deyirəm bunun içində nə qədər mis-SO4 var? X-in 8% mis-2 sulfat məhluludur. Yəni baba burada X vur 8 böl 100. 0,8 X qram qədər mis-SO4 var. Bax bunun içində. Üstə gəliblər. Buradakı mis-SO4 nə qədərdir? Y qram bu ümumi birləşmədir də. Ümumi birləşmənin içində tapaq. Bunun emiri testdə verilir ki, 250 qramdır. 250 qramın içində bunun emiri 160'dır. 160 qram əgər mis-SO4'ün varsa, görəsən Y qram götürsələr bu birləşməni içində A yazım. Nə qədər mis-SO4 var? A da bərabərdir 160 Y bölək 250. Bu sıfırlar getsin. Nəyə ixtisar gedir? Bir özünüz baxın ki, cavab nə? Opşim qaldı 16 Y bölək 25. Bu cavab qaldı. Demək ki, mənim məhlulumun kütləsi bu alınmalıdır. Məhlulda X və Y qarışdırılırsa, bu ikisi bir yerdə 560'dır. Və ikisində bir yerdə mis-SO4'lər alınan məhuldakı mis-SO4'ə bərabər olmalıdır. İkisində bir yerdə mis-SO4 nə qədərdir? 0,8 X buradadır. 0,8 X qədər mis-SO4 buradadır. Bunun da içindən tapdım ki, mis-SO4'üm üstəgəl 16 Y böl 25. 2 dənə məhlul qarşılananda mis-SO4'ümün kütləsi alınan məhuldakı mis-SO4'ün kütləsinə bərabər olmalıdır. Bunu da tapdıq ki, 89,6. Sistem tənliyidir. Buradan X-i tapırıq, Y-i də tapıb cavabını deyirik. Deməli, belə bir məsələ verilib. Deyir ki, natrium hidroksidin suda məhlulunda, baxın yazıram, natrium hidroksidin suda məhlulunda, yəni ikisi bir yerdədir də deyir. Qələvinin kütləsinin suyun kütləsinə olan nisbəti 2/3'dür. Mən bilmirəm axı bu nə qədərdir, bir də bilmirəm bu nə qədərdir. Bunun kütləsi nə qədərdir? Emeri 40X-dir. Bunun kütləsi isə 18Y-dir. Bizə deyir qələvinin kütləsinin, yəni 40X-in suyun kütləsinə olan nisbəti neçə verilib? 2/3'dür. 2/3'dür. Buradan da cavabı nə tapacağıq? Bu 1'dir, bu 6'dır. Elə deyil? 6Y vur 2. 12Y bərabərdir 40X-a. Nəyə ixtisar gedər? 4'ə ixtisar gedəndə 3Y bərabər 5X-a. Biz bu hissədən bunu tapdıq. İndi görək başqa nə edirik? İki ixtisar yaparsan, 12 bərabər 40.
Baxın, bizə nə deyir? Atomların sayı. Bax, məsələdə belə bir şey deyirdi ki, qoy başdan oxum bir də məsələni. Natrium hidroksidin suda məhlulun qələvinin kütləsinin bilmirəm də nə qədərdir? 40x-dir. Bunda da 18y-dir. Bunun kütləsinin suyun kütləsinə olan nisbəti 2/3-dür. Buradan bu tənasibi tapdıq. 3x bərabərdir 10x. Sonra bizə deyir ki, məhlulda cəmi 39 Na qədər atom var. Mən də deyirəm ki, burada cəmi 3x atom var, burada isə 3y atom var. İkisində bir yerdə 3x-la 3y-in cəmi, bir yerdə 39 Na qədər atom var. Yəni x üstəgəl y bərabərdir 13-də yaza bilərsiniz. Ya da belə eləyək də uşaqlar. 3y-in yerinə nə qoyarıq? 3y-in yerinə 10x qoyarıq. 10x bu da 3x. 13x bərabərdir 39-a. X da bərabərdir 3-ə. X-i tapdıq. Y-i də tapmağa nə var ki? Yazaram ki, 3y bərabərdir 10 vur 3 30. Y da bərabərdir 10-a. Biz bunu tapdıq. İndi görək məsələni oxuyaq. Deməli biz burada tapdıq x-i 3, yəni natrium hidroksid 3 moldur. 3 mol natrium hidroksid tapdıq və 10 mol da su tapdıq. Bizə belə bir şeydir. Məhlulda müəyyən miqdarda su buxarlandırıldı və bu zaman qeyri-metal atomlarının sayı metal atomlarının sayından 3 dəfə çoxdur. Mən deyirəm ki, bir də atomların sayına baxaq. Metal atomlarının sayını da yazaq, qeyri-metal atomlarının sayını da. Metal atomu burada 3 dənədir, 3 Na qədərdir. Qeyri-metal 2 vur 3, 6 dənədir. Burada metal yoxdur axı. Qeyri-metal atomlarının sayı 3 vur 10, 30 dənə qeyri-metal atomları var. Sonra cümlənin sonunda nə deyir? Deyir ki, məhlulda müəyyən miqdar su buxarlandırılıb və bu zaman qeyri-metal atomlarının sayı metal atomlarının sayından 3 dəfə çoxdur. Qeyri-metal atomlarının sayı metal atomlarının sayı neçədir? 3-dür də ümumi. Metal atomlarının sayından 3 dəfə çoxdur. Cümləni belə deyir. Bəli. Deməli, qeyri-metal atomlarının sayı 9 dənə eləyir. Baxın, qeyri-metal atomlarının sayı 9-dur. İndi bundan sonrasını oxuyaq. Sonda nə deyir? Deyir, qeyri-metal atomlarının sayı metal atomlarının sayından 3 dəfə çox olarsa, yəni 9 dənə qeyri-metal atomu olarsa, buxarlanan suyun kütləsinin qələvinin kütləsinə olan nisbəti neçədir? Bax, nə deyir, onu yazıram. Deyir, buxarlanan suyun kütləsinin qələvinin kütləsinə, M qələvinin kütləsinə olan nisbəti neçədir? Mən də nə deyirəm? 9 dənə qeyri-metal var. Bu 9 dənə qeyri-metal atomlarının 6-sı qələvinin içindədir. Təbii ki, 9-undan bu 6-sı gedə bilməz. 9-u qalıb, elə deyil. Suyun içindən buxarlanmalıdır da. 9 atomdan, qeyri-metal atomundan bu 6-sı qeyri-metalı qələvin içindədir. Belə çıxırmı ki, 3 dənə atom olmalıdır sudan. 3 dənə atom olması üçün 1 mol sudan gedir söhbət. 1 mol su. Yəni mənim 1 mol suyum qalmalıdır. 10 mol sudan 1 mol suyum gedərsə, mənim 9 mol suyum qalmalıdır. Cəmi 9 mol su qalacaq. Mənə də deyir ki, buxarlanan suyun kütləsi 9 mol sudur. 18. 9 vur 18. Qələvinin kütləsinə olan nisbətini tapın. Qələvi də 3 vur 120-dir də. 3 vur 40. 3 vur 40-a olan nisbəti neçədir? Bir də baxın məsələyə, bilməsəz şərhlərdə yazarsınız. Bizə belə bir qrafik verilib. Bu qrafikdə nədir? Həll olunma əmsalının temperaturdan asılı qrafikidir. Biz də bunun təbii ki, mənasını bilirik. 20 dərəcədə 250 qram maddə həll olub. Nədə? KH o deməkdir ki, 1000 ml suda 250 qram maddə həll olub. 50 dərəcədə isə KH-ımız A-dır. Yəni 1000 ml suda 50 dərəcədə A qram maddə həll olmuşdur. Və 50-dən 20-yə gələndə, 20-dən 50-yə gələ, belə deyək, 50 dərəcədən 20 dərəcəyə gələndə nə qədərsə maddə çöküb. A-dan 250-yə qədər olan açıq 250 qədər maddəmiz çöküb. İndi bizə burada nə deyir? Bizə məsələdə belə bir şey verib ki, deyir, X-in həll olma əmsalının temperaturdan asılı qrafiki verilib. Bəli, biz də görürük ki, temperaturdan asılı qrafiki verilib. Nə gözəl. X-in 50 dərəcədə hazırlanmış 300 qram doymuş məhlulu 20 dərəcəyə qədər soyudulanda 50 qram duz çökər. Mənə deyir ki, 300 qram məhluldan 50 qram duz çökər. Özü də bizə deyir ki, 50 dərəcədə. 50 dərəcədə mənim KH-ım A-dır. KH-ım A o deməkdir ki, 1000 suda A qram maddə həll olur. Bu deməkdir ki, mənim məhlulum 1000 üstəgəl A-dır. Mən burada deyirəm ki, 50 dərəcədə mənim məhlulum 1000 üstəgəl A-dır və buradan görürəm ki, 50-dən 20-yə gələndə nə qədər maddə çökməsi var? Açıq 250 qram maddə çökməsi var.
Bizə də deyir ki, 300 qram məhlulda isə 50-dən 20-yə gələndə 50 qram duz çökməsi var. Buradan hesablayıb tapırıq. Bu 1-dir, bu 60-dır. Hesablama daha rahat olsun deyə ixtisarla aparırıq. Belə bir məsələ verilib. Deyir, həll olma misalı. Bir də yadda saxlayın ki, həll olma misalı doymuş məhlula aiddir. Həll olma misalı 400 qram bölü litr. Bu deməkdir ki, mənasını bilək, 1000 ml suda 400 qram maddə həll olur. Yəni 1400 məhlumda 400 qram maddə var. Qabın içində 250 qram 20%li məhlul var, üzərinə 40 qram duz gəliblər. Bu fikirlərdən hansı doğrudur? Mən də nə deyirəm? Deyirəm ki, 250 qram 20%li, 250 qram 20%li nə deməkdir? 250-nin 20%i maddədir. 50 qram maddəmiz var və 200 qram da suyumuz var. Deməli, buradan görürəm ki, bax KH 400 o deməkdir ki, 1000 mürəbbədə. Deməli, 1000 ml suda 400 qram maddə normasıdır. Görəsən burada 200 qram su var axı. 200 qram suyun norması nə qədərdir? Bu da eləyəcək 80. 200 qram suyun norması 80-dır. Amma bundan nə ediblər? 200 qram suya 50 qram içində burada maddə var. Götürüblər 40 qram da töküblər. Axı 200-ün norması 90 deyil, 80-dır. Bildiniz nə deyirəm? Yəni burada gəliblər 40 qram. Bu 10 qramı çox gəliblər. 200 suyun normasının 80 olduğunu tapdıq. Burada 200-ün içində 50 var. Durub bunlar 30 gəlməlidirlər. 40 gəliblər, onu çöküb dibə. Onu həll olmayıb. 10 qram duz çöküb fikri düzdür. Deyir ki, məhlulda 90 qram duz var. Xeyr, məhlulda 80 qram duz var. Çünki 200 qram suyun normasını tapdıq ki, 200 qram suyun norması 80 qram maddədir. Deyə bilərsək 50 qram burada maddə var, 40 da gəlmiş olub 90 qram maddə var. Yox, 90 qram maddə gəlsələr də onu çöküb dibə. Onu bizə lazım deyil, dibə çöküb. Məhlulun içində 80 qram duz var. Bu səhvdir. Məhlulun kütləsi 280-dır. Əlbəttə ki, məhlul nə deməkdir? Həll olan maddədən və həlledicidən ibarət olan sistem. 200 qram suda norma 80-dırsa 280 qram məhlulum olub. 90-a baxıb çaşmayın. O 10 qram məhlulun dibinə çöküb. Ona baxmırıq. İlkin məhlulda 50 qram duz var. Bəli, 250-nin 20%, doğrudan da 50 qram duz var. Məhlulun kütləsi 290-dır. Yox. Məhlula 250 dediyirsiniz, 40 da gəlib olub 290. Yox, 290-dan onu çöküntü kimi qalıb. Məhlulun kütləsi elə 280-dır. Cavab 2, 3 və 5 oldu. Bu şəkil onu göstərir ki, bu qabdan x qram qədər su gedib və bu qaba 4x qram qədər, bu nədir yazmışam, özüm öz xəttimi oxuya bilmirəm. 4x qram qədər su gəlib. Həmçinin bu qaba x qram qədər su gəlib və 2x qram qədər su buxarlanıb. Bizə deyir ki, prosesin sonunda birinci qabın qatılığı omega 1 bərabərdir 10%-dir. Onda üçüncü qabdakı qatılığı tapın, omega 3-ü tapın. Mən də nə deyirəm? Birinci qabın qatılığını tapaq birinci. Bu proseslər baş verəndən sonra. Deyirəm, birinci qabda omeganı tapmaq üçün M maddə 516%-dir. 80 qram maddəm var. Bölməliyəm M məhlula. Məhlulum nədir? Özü bizə deyir ki, birinci qabda omega 10% alınıb. Yəni, birinci qabda omega 10%-i belə tapıblar ki, M maddəsini 80-dır. Bölüblər M məhlula. Məhlul 500 var. Üzərinə 4x gəlinib. Bax, yazıram. 500 idi. Üzərinə 4x gəldilər və ondan sonra da x qram su buxarlandırdılar. Elə deyil. Maddə bölən məhlul vur 100 düsturundan. Bu 1, bu 10. Yəni 800 bərabərdir. 500 üstə gəl 3x. 3x bərabərdir 300-ə, x də bərabərdir 100-ə. Bunu tapandan sonra mənə deyir 3-cü qabda kütlə payını hesabla. 3-cü qab budur da. Omega 3 bərabərdir. M maddə 400-ün 30%, 120 qram maddə var. Bölək məhlula. Məhlulun 400 var. Üstünə də 2 vur x qədər gəliblər. 2 vur x, yəni 200 qram gəliblər. Bax, yazıram 200 qram gəliblər və bu qabdan da 3x qədər buxarlandırıblar bu qabdan. 3 vur x, yəni 300 qram da buxarlandırıblar. M maddəsi bölək məhlulu vuraq 100. Bunun cavabını hesablayıb yazırıq.